أعوذ بالله من الشيطان الرجيم. الحمد لله رب العالمين بارئ الخلاقه أجمعين بائس الأنبياء والمرسلين، ثم الصلاة والسلام على خير خلقه محمد بن عبد الله. وعلى آل بيته الطيبين الطاهرين المعصومين المنتجبين. قال أمير المؤمنين عليه أفضل الصلاة والسلام: إن الحج تقوية الدين. Hazreti Emir el-Müminin Ali ibn Abi Talib aleyhisselamın pak müqəddəs ruhuna bir salavat deyək. Allah-u Teala bu günümüzü hamımız üçün mübarək, bərəkətli qərar versin inşallah. Əzil-Hicc ayınızda mübarək olsun. Allah Kur'an-ı Kerim'de de buyurur, bu ayın əzəməti haqqında və məsumların kəlamında da gəlib. Ayədən əvvəl Əmir el-Müminin Ali ibn Abi Talib aleyhisselamın hədisinə toxundum. Hazreti Əmir el-Müminin Ali aleyhisselam buyurur: İnnel hacca təqviyyətuddin. Hac, mevsimi hac ibadətdir. Böyük ibadətlərimizdən biridir, vacibi ibadətlərimizdən biridir. O dinin möhkəmlənməsindən ötürüdür. Ümumiyyətlə, bütün ibadətlər vasitəsilə insan möhkəmlənir, həm mənəvi cəhətdən, həm maddi cəhətdən. Ağa Əmir el-Müminin də deyir ki, dinin möhkəmlənməsi həc dinin möhkəmlənməsindən ötürüdür. Və Nəhcül Bəlağədə buyurur: Allah, Allah fi beyti Rabbikum. Sizə and verirəm Allaha, sizə and verirəm Allaha, Allah evindən, yəni Kəbədən müğayət olun. Həc ziyarəti vacibi ziyarətlərdən biridir. Necə namaz, oruc, xums, zəkat, həc, cihad şərtləri ilə, əmr-i məruf, nəhy-i əz-münkər, təvəlla, təvərra ki, furudin 10 dənədir. Onlardan biri də nədir əzizlərim? Həc ziyarətidir. Həc ziyarətinin hikməti var. Kaş inşallah ki başa düşülür. Bəzi dırnaqarası insanları deyirəm, həcci Allah istəyən kimi başa düşəydilər. Həc bir dənə fürsətdir. Allah o fürsəti müsəlmanlara vacib eləyib. Orada dinin təbliği, ilahi hökmlərin təbliği. Çünki bəzi insanlar var, elə ölkələrdən, elə məmləkətdən, məsələn, 180-ə yaxın ölkədən müsəlmanlar cəm olurlar bir yerə, eyni vaxtda ibadət edirlər. Allah niyə yığıb onları bir yerə? Bunun varlısı da gedir, bunu sənəm görsən, belə deyə, nisbət baxımından özü üçün pul yığır, zəhmət çəkir, işləyir, il boyunu eləyir, cəm edir və Məkkə ziyarətinə getmək istəyir. Bunun bir hikməti var. İmam-ı Cəfər Sadiq aleyhisselamdan soruşdular, Əbban ibn Osman, İmam-ı Sadiq aleyhisselamın tələbələrindən olub. Buyurdu: Əxbirni Əbi Cəfər, İmam-ı Cəfər Sadiq aleyhisselam mənə xəbər verdi, mənə tövsiyə elədi. Mən soruşdum, ağa da cavab verdi. Qalə qultu ləhu, dedim, soruşdum ondan. Qalə qultu ləhu, liman summiyə həc, ne üçün həc adlandırılıb? Ne üçün Allah həccə həc adını verib? Hər ibadətin özünün mənası var, hikməti var. Bəzilərini bilirik, ola bilsin ki, əksəriyyətini bilmirik. Məsələn, sübh namazı ne üçün 2 rükətdir, mən nə bilim. Allah belə qərar verir, bu təabbududur, bu Allahın əmridir. Ne üçün Ramazan ayı bir aydır, 30 gündür, 31 gün deyil, Allah belə qərar verib. Bəzi rivayətlərdə açıqlanıb, bəzisində isə açıqlanmayıb. Bizim vəzifəmiz nədir? Mevla ibadətə layiq olduğu üçün bəndənin də vəzifəsi odur ki, Allaha nə eləsin? İbadət eləsin. Həmən ibadətlərdən biri də şərtlər təvəffür tapsa, həyata keçsə, insana vacibdir ki, nə eləsin? Həc ziyarətində olsun.
Deyir İmam-ı Cəfər Sadiq ağadan soruşur, nə üçün Allah həccə həcc adını verib? Deyir, həccin mənası, lüğəti mənası budur. Ey əfləh, yəni insanlar nicat tapmalıdırlar. Ona görə məşhur bir dünya alimlərindən biri, adını da qeyd eləmişəm, siyasi bir insandır, dünya səviyyəsində tanınmış bir insandır. O həccin mahiyyəti haqqında danışanda mən onu qeyd elədim. Deyir, vay olsun müsəlmanların halına ki, həcci başa düşmədilər. Baxın, vay olsun müsəlmanların halına ki, həcci həcc kimi anla bilmədilər. Yəni, nə deməkdir bu? Yalnız ibadət cəhətinə üstünlük verdilər. Birlik cəhətinə üstünlük vermədilər. Baxın, həcc axı iki qismən ayrılır. Həccin ibadi məsələsi var. Bir də həccin, belə deyək ki, ictimai məsələsi var. Cəmiyyətin bir-birindən xəbər almaq məsələsi var. Filan ölkənin nə dərdi var? Məsələn, Fələstin xalqının nə dərdi var? Məsələn, filan Somalidə filan ölkənin nə problemi var? Bax, əsas mahiyyət budur. Ona önəm verir. Bəzi qurumlar, bəziləri danışırlar, başa düşülür. Amma ümumi halda Ərəfat çölündə olsun, Mina çölündə olsun, nə bilim digər yerlərdə bu məsələlər nə olmalıdır? Xüsusi vurğulanmalıdır. Yəni müsəlman rəhbərləri, din xadimləri, öndə gedən zəvvarların rəhbərləri bu halda bir-birlərinə nə eləməlidir? Dərdi dil, yəni soruşulmalıdır hal. Sənin ölkəndə nə problemin var? Mənim ölkəmdə nə problemim var? Bax, bu məsələ ona görə o siyasi alim deyir ki, vay olsun müsəlmanlara ki, müsəlmanlar həcci həcc kimi nə elədilər? Anlamadılar, başa düşmədilər. Bəzilərinə deyirəm, mənim hamısına işim yoxdur, heç kimsə haqqına girə bilmərəm. Ümumi bəzi tövsiyələr ki, məsumların sözlərində gəlib, bunun birinci özümə deyirəm, məməzzi. Ona görə nə ki həcc, elə namaz da belədir, məscid də belədir, oruc da belədir, zəkat da belədir, əmr-i məruf da belədir. Allahın bütün ibadətlərində onun bir daxili məsələsi var, bir də ictimai məsələsi var. Məsələn, biz burada namaz qılırıq, cəm namazın qılırıq da, düzdür. Bizim qardaşlarımızdan həmişə gəlirdi, biri gəlmir. Və ya ağsaqqallarımızdan həmişə bizlə namaz qılan vardı, amma bugün görürük, o yoxdur. Dərhal soruşur ki, filan ağsaqqala nə olub, nə baş verib? Bəlkə bir dərdi var, bəlkə bir çətinliyi var, bəlkə bir xəstəsi var. Görürsən, ictima məsələsi burada da nədir? Həyata keçirilməlidir. Deyirlər, gəl namazı qıl, mən sən halımı soruşmayayım, sən mənim halımı soruşma, elə çıxaq gedək, bu biraz yaxşı qəbul olunmaz. Ona görə ki, cəmiyyət namazının da, bütün ibadətlərin də bir-birinə nə olmalıdır? Bağlılıq və əlaqəsi olmalıdır. Allah Qur'an-ı Kərimdə Ali İmran surəsində buyurur, Bismillahirrahmanirrahim, İnnə avvələ beytin vuziyə lil-nasi ləl-ləzi bi Bəkkə mübarəkən və hudən lil-aləmin fihi ayatun bəyinat məqam-ı İbrahimə və mən dəxələhu kânə amina və lillahi alən-nasi həccül beyti mən istəta'a iləyhi-səbilə və mən kəfərə fə innəllaha qəniyyun anil-aləmin. Baxın, bu ayədə Allah nə deyir Ali İmran surəsində? Həqiqətən xalq üçün bir vəhdət yeri təyin etdik. Ayə-i mübarəkdir. Ali İmran surəsinin 96-97-ci ayələrdə evdə baxarsınız. Həqiqətən Allah deyir, biz bir xalq üçün, yəni ümmət üçün, müsəlmanlar üçün vəhdət yeri təyin etdik. Onu insanlar üçün ibadət yeri, evi qərar verdik. Bibəkkə. Məkkənin adlarından biri də nədir? Bibəkkə. Sonradan Məkkə adı deyilib. O da izahı var. Bibəkkədin, yəni Bəkkədəki Məkkəyi evi, həmən ev, torpağında. O aləmlər üçün, yəni hara? Həmən o məscid, həmən müsəlmanların qibləgahı Kəbə, aləmlər üçün bərəkət və hidayətin mayasıdır. Baxın, neçə dənə söz var burada ya. Aləmlər üçün bərəkət və hidayəsin nə idi? Mayasıdır. Yəni,
Əsas hidayət oradan qaynaqlanır və qaynaqlanmalıdır. İndi kimin əlindədir bizim oyna işimiz yoxdur ya. Kimin əlindədir bizim oyna işimiz yoxdur. Biz danışırıq ki, müqəddəs Kəbədə. Fərdi qoyuruq, fərdləri qoyuruq qırağa. Allah bu ayə-i şərifədə birinci deyir ki, ora mübarəkdir. Bu ayədə 4-5 dənə izah var. Birinci deyir ki, mübarəkən, Kəbə evi mübarəkdir. Yəni, bərəkətli yerdir. Orada çoxlu xeyirlər var. Bütün ibadət yerləri belədir ya. Məscidlər hamısı bərəkətlidir. Bir cəmiyyət namazı, bax bir dənə misal çəkirəm. Məsciddə bir cəmiyyət namazının savabı evində qıldığın 40 il fərdi namazdan nədir? Üstündür. Bax, bərəkətə baxın, müqayisə bax. Bir zöhrün cəmiyyət namazı, bir sübhün, bir əsrin, bir məğribin, bir işanın. Bir namazın deyirəm, hala, mən demirəm, məsum sözüdür, Peyğəmbər kəlamıdır. Sadəcə nəql edirik bir-birimizə. Peyğəmbər əleyhissalam buyurur, bir cəmiyyət namazı məsciddə qılınmaq, evində qıldığın 40 il ibadətdən nədir? Fəzilətlidir. Yəni, bir insan bir ömrünü məsciddə sərf edib. Heç olmasa gün ərzində bir cəmiyyət namazını, axşam cəmiyyət namazını və ya sübhi və yaxud zöhr əsrə nə eləyib? Salıb hala məsciddə. Bu məscid və ya digər məscidlər. Niyə? Allah deyir, mübarəkdir bu yer. Məscid, Kəbə mübarəkdir. Bu bir. 2. Hudən lil aləmin. Məkkədən aləmlər hidayət olunmalıdır. Sual. Aləmləri hidayət eləyən kimdir? Bax, sual. Allah deyir, hudən lil aləmin. Oradan, orada və ya oradan aləmlər hidayət olunmalıdır. Bu illəri 6 milyon, 7 milyon, 8 milyon, məsələn, az və ya çox, zəvvar Kəbəyə toplanırsa nə olmalıdır? Hidayət olunmalıdır. Nə ki Məkkəyə gedib gələndən sonra şərab satmalıdır, nə ki Məkkəyə gedib gələndən sonra başqa işlər görməlidir. Ona görə İmam-ı Sadiq əleyhissalam Zurara bin Əyin nəql edir ki, bir günləri Kəbədə idik. Kəbə ətrafında İmam-ı Sadiq vacibi ziyarət gördüm, İmam-ı Sadiq ağa ağladı. İmam-ı Sadiq ağa ağladı, məsum ağlayanda burada bir hikmət-i ilahi var. Deyir, soruşdum, ağıllı tələbə belə olar. Dərhal imamdan soruşdum, ya nə Rəsulullah, nə üçün ağlayırsan? Deyir, mən baxıram bu hacılara, bu zəvvarlara, İmam-ı Sadiqin vaxtında da işləyirəm, ha, indi də ola bilər, gələcəkdə də ola bilər, bəlkə olmasa indi yoxdur, islah olunurlar, işim onda yox. Çünki hər sözdən bir şey məna çıxardırlar axı. Deyir ki, İmam-ı Sadiq ağa ağladı. Dedim, ya nə Rəsulullah, niyə ağlayırsan? Deyir, baxıram bu aləmə, bu insanlara Kəbənin ətrafında dolanırlar. Əksəruhum zəcic, əqalluhum həcic. Zəcic, birisi nə deməkdir? Üzr İslam ifadəmə görə məna eləyəndə elə bir sanki zooparka girmişsən. Məna, lüğətdə bu çıxır ha, zəcici məna, yəni səsküy. Dedi, ya binə Rəsulullah, bu necə? Dedi, hələ mənim bax ki, imam işarə elədi, baxdı, gördü ki, insanlar cürbəcür sifətlərdədirlər. Ona görə həc müqəddəs bir yerdir. Xumsuvu verməmiş, zəkatıvı verməmiş, həccə yetmək olmaz, əda eləmək olmaz. Bunlar hamısı şərtdir. Bunlar hamısı vacibi hökümlərdir. Hamısına riayət olunmalıdır. Ona görə aləmlər oradan hidayət olunmalıdır. İmam buyurdu, əqəlluhum, bunların azları islah olunurlar. Allah'ın görə öz izzət icalına bəndəlilik içində bizi də inşallah həmən o azlardan və ya çoxlardan qərar versin ki, o çoxlar da ixlaslı halda olmuşlardan olsun. İstir az olsun, istir çox olsun, fərq eləməz. Amma əsas odur ki, müvəffəq olanlardan bizləri, bütün insanları, müsəlmanları qərar versin inşallah. Biz də onlardan olalım inşallah. Hudən lil aləmin. Aləm oradan hidayət olunmalıdır. Sual, kim hidayət eləyəcək? Bu aləm oradan hidayət olunmaqda məqsəd, yəni İmam-ı Zaman hidayət eləyəcək.
İmam-ı Zaman aləmi hidayət eləyəcək. İmam-ı Zaman əleyhissalam zuhur eləyəcək Kəbədə. Orada aləmlər onun vasitəsilə hidayət olunacaqlar, mənim əzizlərim. Fihi ayatun bəyyinat. Üçüncü məna bu ayədə. Orada Allahın böyük nişanələri var. Böyük nişanələr nə deməkdir? Baxın, Hz. Adəm Peyğəmbər yaranandan ta xatəmə qədər bütün Peyğəmbərlərin orada nişanələri var. Fihi ayatun bəyyinat. Orada Allahın nişanələri var. Bunu gərək insan tapar. Nişanələrdən biri Hz. İbrahim Peyğəmbərin ustalığı. İsmail Peyğəmbərin fəhləliyi. İbrahim Peyğəmbər ustalıq elədi, Allahın əmrinə əsasən. İsmail Peyğəmbər fəhləlik elədi, Allahın evini elədilər, yenidən düzəltdilər, bərpa elədilər, gözəlləşdirdilər. Allahın nişanələrindən biri neydi? Əbrəhə istədi Allahın evini dağıtsın. Əbrəhə istədi nə elədi? Allahın evini dağıtsın. Allah Teala nə elədi? Fil surəsini göndərdi. Fil surəsi. Fillə gəlmişlər Əbrəhə və cəmaatı. Allahın evini dağıtmaq istəyirdilər. Allah quşlar göndərdi. Tərmihim bi hicarətin min siccil. Əbabil adında quşlar nə elədilər? Fil və filin üzərində olan insanları Əbrəhənin qoşununu yerinə yeksan elədilər, məhv elədilər. Bir Allahın bir quşu, heyvanı. Allah Fil surəsini göndərdi. Bu Allahın nişanələrindən biri də budur. İnsanlar gərək bunu düşünə. Bir gün düşünə. O Əbrəhənin başına gələn hadisə yenə də gələcək. Yenə də gələcək. Fihi ayatun bəyyinat. Olan nişanələrdən biri də Həzrəti Əli əleyhissalamın Kəbə evində doğulması. Allahın nişanəsidir. Hansı Peyğəmbərə qismət olub Allah evində dünyaya gəlsin. İlahi, sən Həzrəti Əli əleyhissalama nə boydun, nəzər eləmişsən, məqam vermişsən, onu gətirmişsən bu evin içində, müqəddəs yerdə, aləmlərin hidayət olunan yerində, müsəlmanların qibləsində Əli əleyhissalamı nə eləmişsən? Dünyaya gətirmişsən, dünyaya. Bundan böyük nişanə var mı? Salavat deyin Peyğəmbər cəmalına. Allahın nişanəsidir. Ora gedən zəvvarlar bu nişanələri düşünməlidir. Burada bizim imamımız dünyaya gəlib. Görəsən, bir dəstə insandan başqa digər müsəlmanların yadına düşürmü bu hadisə? Bir düşünəsən ki, ilahi, bu Həzrəti Əli kimdir? Buna nəyəm, bu məqamı, bu lütfi vermişsən, onu gətirmişsən öz evində 3 gündən sonra orada dünyaya gəlib. Bunu düşünən var mı? Bəzilərindən başqa. Allah bizi düşünənlərdən qərar versin inşallah. Böyük məsələdir ya. Həmən ayələrdən biri də mənim əzizlərim, Həzrəti Mehdinin zuhurudur. Salavat deyin. Bu ayədə ki, 3-cü məna, fihi ayatun bəyyinatda məqsəd Həzrəti İmam Zamanın zuhurudur. Kəbədə olasan, İmam Zamanı düşünməyəsən, onun adı ilə ziyarət eləməyəsən, sahibə zamana salam verməyəsən ki, burada zuhur eləyəcək. Ya əhləl aləm xitabını nida eləyəcək dünyaya. Onu düşünməyəndən sonra o həccin nə mahiyyəti var? Hə? Bunu demək istəyirəm. Bu fikri çatdırmaq istəyirdim. Lütfdir ki, insan İmam-ı Zamanını düşünə, Peyğəmbər balasını düşünə. Məqam, fihi ayatun bəyyinat. Sonra nədir 4-cü məna? Məqam-ı İbrahim. Həmən o yerdə, yəni Kəbədə İbrahimin nəyi var? Məqamı var. Nə məqamı var İbrahimin orada? Hələ orada neçə Peyğəmbərin qəbri var, işim ondan yox. Hicri İsmaildə 25-də, bəziləri 95 deyir, Peyğəmbərlərin qəbri var orada. Tarixdə bu məsələ var. Ola bilsin rəqəmdə səhv eləyə bilərəm, amma 25-dən yoxarıdır. Hicri İsmaildə.
İsmail Peyğəmbərə məxsus olan otaqda, Kəbənin ətrafında. Hacılar bilirlər. Allah deyir, məqamı İbrahim. İbrahim məqamı var orada. İbrahim məqamının yanında, ya sağında, ya solunda nə eləməlisən? 2 rükət vacibdir ki, namaz qılasın. Niyə İbrahim məqamını Allah orada xüsusi vurğulayıb? Ecavvarlar başa düşərlər. İnşallah ki, düşərlər. Məqamı İbrahim. Nə var orada məqamı İbrahim? Qəbri var orada. Nə var orada? İbrahim Peyğəmbər orada qalıb, onun ayağının izi qalıb orada. Ey kaş. Baxın, Allah Peyğəmbərlə bağlı olan hər bir şeyə, istir maddi olsun, istir mənəvi olsun, Allah ona məqam verib, dərəcə verib. İbrahim məqamında Allah oranı Kəbənin içində bir ibadətgaha çevirib. Vacibdir ki, müsəlman orada namaz qılsın. 2 rükət namaz qılmalısan. Qılmasan nədir? Həc batildir, əməl batildir. Vacibdir ki, qılasın. Vacibdir. Məqam-ı İbrahimdə. Allahın övliyaları ilə, onlarla bağlı olan bütün əşyalar nədir? Müqəddəsdir. Musa Peyğəmbərin əsası nədir? Müqəddəsdir. Həzrəti Yaqub Peyğəmbərin və ya Yusuf Peyğəmbərin əynindəki olan köynək nədir? Müqəddəsdir. Niyə? Çünki müqəddəsliyə qovuşduğu üçün Peyğəmbər özü müqəddəsdir. Onun əynindəki hər nə varsa müqəddəsdir. Paltarı belə müqəddəsdir. Əgər müqəddəs olmasaydı, Peyğəmbər dəstəmaz alanda səhabələr onun dəstəmaz suyunu içməzdilər. Baxın Buxariyə. Qıraq qalırdılar, belə düzülürdülər, Peyğəmbər dəstəmaz alır. Dəstəmazdan sonra o suyu götürüb sürtürdülər bədənlə. Niyə? Çünki Peyğəmbərə qovuşan hər hansı bir şey olur müqəddəs. Həmən o dəstəmaz suyunu təbərrük niyyəti ilə götürən insanlar İmam Hüseyin əleyhissalamın başını Kərbəlada üzdülər. Adı nə oldu? Məsələ buradadır. Qoruyub saxlaya bilmədilər. Bəhsiləri, Muaviyyə, Yəzid və əmsalı onlar. Əli əleyhissalam Qədirxumda 120 min insan beyət elədi. Cəmi 120 min insandan 4 nəfər sadiq qaldı, 7 nəfər sadiq qaldı. Qalan hamısı məsələdən imtina elədi. Budur. Məqamı, Peyğəmbərlərin məqamını nə elədilər? Götürmək istədilər. Gün Vahabilər bunu deyir axı. Vahabilərə əks olaraq Peyğəmbərlə bağlı olan hər hansı bir şey nədir? Müqəddəsdir. Müqəddəsdir. Çünki Allah deyir. Sonra nə deyir? 5-ci məna. وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا. Hər kim ora daxil olsa, əmin amanlıqdadır. Allahın evinə daxil olan nədir? Əmin amanlıqdadır. Bu ayənin bir zahiri mənası. İmam-ı Sadiqimiz, Allahın salamı olsun əhl-i beytinə, İmam-ı Cəfər Sadiq ağa bu ayəni təhvil eləyəndə, yəni biraz da dərin bu ayənin içinə girəndə gör nə deyir? وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا. Hər kim bizim vilayətimizə girsə, bizim vilayətimiz altında olsa, o Allahın əzabından amandadır. Əmin əzabı. Kəbəyə bugün hər kim girir. Üzr istəyirəm. Münafiq də girir. Nə bilirsən kimdir? Allah deyir, وَمَنْ دَخَلَهُ. Ora girən əmin amanlıqdadır. Burada məqsəd, amin amanlıqda məqsəd İmam-ı Cəfər Sadiq əleyhissalam buyurur, biz əhl-i beytin sevgisi, biz əhl-i beytin nə? Və vilayətidir, vilayətidir. Vilayətidir mənim əzizlərim. Ona görə həc ki Allah bunu vacib eləyib, mən la yəhsərül fəqih kitabında Peyğəmbər əleyhissalamdan bir rivayət var, ya Həzrəti Əli əleyhissalama deyir, ya Əli, inni tarikül həc və huvə müstəti, hər kimin imkanı varsa, müstətidir, imkanı var, həm maddi cəhətdən, həm mənəvi cəhətdən. İmkanı varsa həcdən, bilərəkdən imtina eləsə, yəni ibadət eləməsə, həccin getməsə, imtina eləsə, gələn ilə qədər, həccə qədər ölsə dünyadan geçsə, kafir dünyadan gedəcək. Niyə? Çünki Allahın ibadətini bu bir də həccə aid deyil, ha?
namaza da belədir, oruc da belədir, bütün vacibat belədir. İslamdan, dünyadan getməz. Mata, hədis belədir. Ba'asallahu yawmal qiyamə Yahudiyyən əv Nəsraniyyə. Allah qiyamət günü onu qəbirdən ya Yahudi kimi qaldıracaq, ya Xristiyan, Nəsriyi kimi qaldıracaq, Nəsrani kimi. Niyə? Çünki Allahın vacibatını nə eləyir? İmtina elədi. Ona görə vacibə məsələlər çox önəmli məsələlərdən biridir. Digər bir ayəmiz var, əzizlərim. Bəqərə surəsindədir ayə-i mübarək. Gör Allah nə deyir? وَإِذْ جَعَلْنَا بَيْتًا مَسَابَةً لِلنَّاسِ. İnsanların möhkəmlənməsindən ötürü Allah Kəbəni möhkəm qərar verdi. Allah Kəbəni möhkəm qərar verdi. İnsanlar orada daha da möhkəmlənsinlər. Sonra deyir, yada sal. Biz Kəbəni insanların dönüş yeri qərar verdik. Allah bu ayədə deyir. Dönüş yeri qərar verdik. Əminəmallıq yeri qərar verdik. Orada İbrahimin məqamı var. Bu ayədə də deyir. Məqamı İbrahimə musalla. İbrahim məqamında namaz qılın. Sonra gör nə deyir? Və əhidnə ilə İbrahimə. Biz İbrahim və İsmaillə əhd bağladık. Allah deyir. Və əhidnə ilə İbrahimə və İsmailə. Allah deyir. Biz İbrahim və İsmaillə əhd bağladık. Yəni sözləşdik. Nə əhdidir o? Antahhirə beyti. Mənim evimi pak elə. Baxın, Allah Peyğəmbərin üstünə bir vəzifə qoyur. İsmail Peyğəmbərin üstünə bir vəzifə qoyur ki, mənim Kəbəmi pak elə. Mənim Kəbə pak deyildi. Aman tahhir beyti. Kim üçün? Təvaf edir, taifin, təvaf edənlər üçün. Bəziləri çıxıb televizorda deyir, ya təvaf yoxdur Quranda. Allah Quranda Həc surəsində, Bəqərə surəsində, Maidə surəsində deyir ki, ya İbrahim, ya İsmail, antahhir beyti, mənim evimi təmiz saxla. Bu bir dənə Kəbəyə aid deyil, bu burada aiddir. Allahın evi təmiz saxlanmalıdır. Şərt 4 siraz təmizləsin. Bütün insanlar təmiz saxlamalıdır. Məscidin həyətinə zibil atılmamalıdır. Məscidin həyətinə siqaret atılmamalıdır. Küçə təmiz qalmalıdır. Çünki Allahın evidir bura. Rivayətlərdə varid olunub ki, bizim fəqir dostlarımızın həcci məscidlərdir. Gedin məscidlərə. Allah həccin savabını yazar sizə. Allah da deyir, mən İbrahimlə, İsmaillə əhd bağladım, antahhirə beyti, mənim evimi paklaşdır. Kimlər üçün? Təvaf edənlər üçün, vəl-akifin, etiqaf edənlər üçün, yəni ibadət edənlər üçün, və-rüqqayı və sucudu, rükû və səcdə edənlər üçün mənim evimi paklaşdır. Bu ayənin zahiri mənası. İmamlarımız gör nə deyir, salam olsun onlara. İmamlarımız Allahın yer üzerində olan Peyğəmbərdən sonra ən üstün şəxslərdən biri də İmam-ı Sadiq ağa nə deyir? Deyir, Allah bu ayədə deyir ki, İbrahim mənim evimi təmizlə. Niyə? Çünki mən orada elə bir şəxsi dünyaya gətirərəm ki, o Peyğəmbərdən sonra ən fəzilətli insandır. Salavat deyin. Allahümme salli başqa bir söz, loru dildə deyək də, ya bir loru dildə danışaq. Evə qonaq gələndə neyiniz? Təmizləyirik. Həyəti zadı. Uşaqlara tapşırırsan, həyəti təmiz saxla, otağı təmiz saxla, evə qonaq gələcək. Ata gələcək, əmim gələcək, dayım gələcək, oğlum əskərlikdən gələcək. Bu ayənin, bu bir zahiri mənadır, ayənin bir batini mənadır. Allah İbrahimə dönə-dönə tapşırır. Ki İbrahim, İsmail, mənim evimi təmiz saxla. Mən orada elə bir şəxsi dünyaya gətirərəm ki, və tahhir beyti. Elə ayənin ən dəqiq mənalarından biri də budur. Mənim etiqad və inancıma görə. Həm zahiri mənaya imanım var, həm də batini mənaya imanım var. Ayənin bir zahiri və bir də batini mənaları var. Quranda nə deyir? Ayənin batini mənaları Allah və rasixunə fil ilim. Ali-İmran surəsinin 6-7-ci ayələrində. Onlara ki, mən öz tərəfimdən elm vermişəm, Qur'anın kodunu Allah və birdən kim bilər?
Biri də İmam-ı Cəfər Sadiqimiz bu ayə-i şərifədə Allah ki, İbrahimlə, İsmaillə əhd bağlayır, mənim evimi pak elə, orada tavaf edərlər, rüku edərlər, etiqaf edərlər və səcdə edərlər. Bu ayənin zahiri mənalarından biridir. Bir ayədə oxuyuram, tamamlayıram mənim əzizlərim. Həclə bağlı olan Həc surəsindədir 29 və 30-cu ayələrdə. 29 və 30-cu ayələrdə. وَلِيُوفُوا نُزُورَهُمْ وَلِيَتَوَفَّفُوا بِبَيْتِ الْعَتِقِ Azad evin ətrafında təvaf edin. Azad evin ətrafında nə edin? Təvaf edin. Azad evin ətrafında təvaf edin və nəzirlərinizə əməl edin. وَيُوفُونَ نُزُورَهُمْ Nəzirlərinizə əməl edin. Bu ayənin mənaları da var. Sonra nə deyir? 30-cu ayədə deyir. Zəlikə və mən yuəzzim hurmatillah fəhuvə xeyrun ləhu. Allahın ayinlərinə ehtiram göstərən, Allahın ayinlərinə ehtiram göstərin. Allahın ayinlərinə ehtiram. Həmən ayinlərdən biri də Mahi Muharrəm ayıdır. Allahın ən böyük ayinlərindən biridir ki, Muharrəm vasitəsilə Əbu Abdullah aleyhisselam vasitədə haqla batının kim olduğunu insan bilir. Ayindir, Muharrəm ayı ayinlərdən biridir. Deyərdim ki, əsas ayinlərdən biridir. Deyərdim ki, Muharrəm ayında Hüseyin ibn Ali və ailəsi olmasaydı, dindən danışmağa heç kimin cürəti olmazdı. Dini bugünkü günə qədər bizim əlimizə çatdıran, indi mən nə qədər əməl edirəm, ona işim yoxdur. Əbu Abdillah aleyhisselamın özünün qanının və balalarının qanının bahasıdır. Bahasıdır. Zəlikə və mən yuəzzim. Xoş olsun insanlara ki, Allahın ayinlərinə ehtiram edərlər. Allahın ayinlərini məsxərə etməsinlər. İstir televizorda olsun, istir YouTube'da olsun, istir müəyyən sosial şəbək, Allahın ayinləri ilə zarafat eləməyin. Allahın ayinlərinə toxunmayın. Nə bilirsən ona əməl elə. Bilmədiyin şeyi danışma. Bunu inkar, onu inkar, onu inkar, əhl-i beyti inkar, hədisi inkar, kəlamı inkar. Hər nə inkar elə bizə deyir, bir də kitab Quran bəsdir. Subhanallah. Tarixdə bu sözü biz bir dəfə eşitmişik. Həsbula kitaballah. Allahın kitabı bəsdir. Allahın kitabı bəs deyil. Allahın kitabını bizə çatdıran həmən o məsumlardır ki, Quranda en qədər ayələrimiz var. Mövzu o deyil, sadəcə işarə elədim. Və mən zalikə Allahın ayinlərinə ehtiram edin. Niyə? Fəhuvə xeyrun ləkum. O sizin üçün daha xeyirlidir. Allah yanında məqam sahibi olacaqsınız. İcazə versəniz bir dənə də qissə danışım, sizə qurban tamamlayıram. Hər il həc mövzusunda mən bu əhvalatı deyirəm. Ki, onlar ki, gediblər, Allah ziyarətlərini qəbul eləsin. İndi getməyənlər də var da. Getməyənlər var, elə əməl edə bilərlər ki, o həccin savabını əldə etsinlər. Tarixdə mən uşaq idim, uşaq. Öz ustadımdan eşitdim. Mənim ustadımın da atası Nəcəf alimi olub. Molla Baba, Allah ruhunu şad eləsin. Kərbəla Qulamanın da Allah ruhunu şad eləsin. Uşaq idim, mədlisdə Quran oxuyurdu, ondan eşitdim mən. Qissə məni tutmuşdu. Amma Allah şahidi, tələbəli illərində bir kitab əlimə düşdü. O kitabı oxuyanda həmən ustadımın dediyini orada mən tapdım. Qeyd elədim özüm üçün. Kitab məndə də durur, var. Əhvalat belədir. Əl-həc əllədi ləm yəhüc. Eşitmişsiniz bunu. Həccə gedməmiş insan eləyə bilər, haccın savabını əldə eləsin. Onlardan biri də Abdullah bin Mübarək olub. Həmən bir şəxsin adı idi, bir qəsəbədə ağsaqqal idi. Hər il insanları həccə aparardı. Deyirəm, tamamlayıram. 3 dəqiqə vaxtınızı alacaq. Hər il insanları Məkkəyə aparardı. İndi bu illərdə Məkkə vaxtı gəlib çatanda cəmaat, qəsəbə cəmaatı gəlir. Ey Abdullah, Allahın bəndəsi bin Mübarək, bizə rəhbərlik elə, bizi zəvvar rəhbəri ol, bizi apar hara? Məkkə ziyarətinə ayinləri başı sal, bizi öyrət kimi. Necə eləyərlər, harada nə edərlər.
Deyir ki, Abdullah bin Mübarək bir baş üstə. Razılaşırlar, falan vaxtı çıxırıq. O vaxtı bilirsiniz ki, dəvə ilə, atla gedərdilər. Abdullah bin Mübarək özünə görə ticarətçi olub, həm də bu işləri bilən olub. Gedir bazardan özü üçün bir yaxşı dəvə, minik alsın. Və yaxud yol tədarikini görmək istəyir. Gəlir bazara girəndə görür ki, bazarın qırağında bir xanım eşələnir zibillikdə. Zibillikdə eşələnir. Ona salam verir. Deyir, burada nə işin, nə axtarırsan? Deyir ki, burada qalmışdım səhərdən, gördüm bir nəfər ölü toyuğu atdı bura. Dedi, yaxşı atıb zibilliyə, sən bunu niyə axtarır, niyə götürürsən? Deyir, mənim balalarım neçə gündür acdılar. Allah acıların qarnını doyudur. Balalarım acdılar. Mənim bundan başqa heç nəyim yoxdur. Və bu bazarında da mən əlimi heç kimi aça bilmərəm. Mən dedim ki, ey Allahın bəndəsi, axı bu mundardır, olmaz. Deyir, sənin üçün mundardır, nəcisdirsə mənim üçün halaldır. Çünki mənim buna ehtiyacım var. Ehtiyacım var. Bu söz Abdullah bin Mübarəki tutur. Deyir, əlində nə qəniməti vardı, verir bu xanıma. Sözün canı var, nəticəyə baxay. Nəyi vardı, verdi xanımı, get bazarlıq ilə uşaqları dolandır. Qayıdır, gəlir, səs salır ki, məni üzürlüsən, gedə bilmərəm. Niyə gedə bilmərsən? Mən, məsələn, Zeydi sizin üçün rəhbər təyin edirəm. Mənə etiqadınız var, mənim də bu kişiyə etiqadım var. Sizin rəhbəriniz, məsələn, zəvvar başçınız Əli olacaq, Zeyd olacaq, Həsən olacaq. Məni üzürlü sayın, gələ bilmədim, üzürlü səbəbim çıxdı. Yaxşı, bağışladım. Abdullah bin Mübarək gedir evinə. Bunlar gedirlər ziyarətə. Həccin əməllərini yetirəndə həmən o dəstə insan, onlar görürlər ki, Abdullah bin Mübarək minadət. Minadət. Gəlir, deyir, mən minada bunu gördüm. Digəri yuxuda görür ki, məsələn, görür ki, Ərafatdadır. Eyni hadisələri görürlər, ayrı-ayrı ibadət yerlərində. Gəlirlər otur otaqlarına, deyir, qardaş, bu bizə dedi, gəlməyəcəyim, bu bizdən əvvəl buradadır. Gəlir evə, ziyarətdə zəvvarlar qayıdırlar, Abdullah bin Mübarək gəlir bunların ziyarətinə. Allah ziyarətini qəbul edir. Dedi, ay kişi, sən dedin, gəlməyəcəyim və bizdən əvvəl səni orada, biridir mən Minada gördüm, biridir Müzdəlifədə gördüm, biridir Ərafatda gördüm, biridir Məqam-ı İbrahimdə gördüm, biri hamısı sayır. Deyir, mən olmamışım, deyir, səni tanıyırdı, necəsən, səni çağırdısa bizə hay vermədin. Heyrətə gəlir. Gəlir, yatır, axşam Resulullah rəhmətən lil aləmi görür yuxuda. Rəhmətən lil aləmin deyir ki, ey Abdullah bin Mübarək, sənin ziyarətin qəbul olsun. Deyir, ya Resulallah, axı mən ziyarətdə olmadım. Deyir, sən mənim ümmətimdən birini ki, haramdan qurtardın, əlində olan qənimətdən ona verdin. Gedə bilərdin, getmədin. Gedə bilərdin, getmədin. Sən ki, o bəndəni ki, sevindirdin. Allah, bax, söz buradadır. Allah sənin misalında bir mələk təyin edib qiyamət gününə qədər hər il həcc ziyarətini edib savabını sənin əməl dəftərinə yazdıracaq. Ona görə hədisin adı belə qalıb. Əl-həc əlləzi ləm yəhuc. Haca getməmiş, hac adını almaq, yəni islah olunmaq, əzizlərim. Bəli, insan burada öz elində, obasında elə bir şey eləyə bilər ki, rivayətlərimizdə varid olub ki, həccin savabını nə eləyərsən? Bərabər olacaqsın. Allah'ın verə göz izzəti cəlalinə, Allah bütün ibadət itaatlarımızı hamımızdan qəbul eyləsin. Allah'ın verə bu əzəmətli ayın ehtiramı xatirinə bizi Əli və Uladı Əli vilayətində sabit qədəm eyləsin. Bu ayədə ki 5 dənə məna saydım, bizi o mənaları düşünüb əməl edən bəndələrindən ayrı salmasın. Allah'ım səni and verirəm bu həcc ayının ehtiramına xatir Əmir-əl-Muminindir. Allah evindən müğayət olun. Həcc dinin möhkəmlənməsindən ötürdü. İlahi bizi dinimizdə, dəyərlərimizdə müvəffəqi və mənsur eylə ginən. Bizi şübhə və şübhəli insanlarla uzaq eylə ginən. Bizi ibadətdə yəqinlə sənə yaxınlaşmağı, dəyərlərimizə yaxınlaşmağı az olsun, amma təmiz olsun. Bizi bu işdə müvəffəq eylə ginən. Allah imamın zamanımızı səlamət və zuhurun təcil eylə ginən.
Onun sayesinde bütün güzel değerli insanlarımızı hifz-i mahfuz eyleginen. Allah'ın Peygamber onun pak ehli beytine xatır. Bu cəmin üstünden yaman yeləstirmeginen. Karşıda gelen Kurban bayramımızı elimiz üçün, obamız üçün, bütün dünya müsəlmanları üçün mübarək qərar verginən. Allah bizləri həqiqi müsəlmanlardan, həqiqi möminlərdən, həqiqi inanclı insanlardan ayrı salma ginən. Allah'ım Peygamber Ali Peygamber'e xatir, məxsusən iltiması dua istəyən əzizlərimiz var. Xəstələrimizə şifayı acillər mərhəmət əta elə ginən. Övladı olmayan əzizlərimizə salih və sağlam övlad əta elə ginən. Bu bərəkətli aya xatir cavanlarımızı, gənclərimizi hifz elə ginən. Pərverdigar bu vətən uğrunda canlarından keçən şəhidlərimizi qəriq ol, rəhmət elə ginən. Yaralı canlı şəhidlərimizə Allah şifayı acil əta elə ginən. Əskər qardaşlarımızı, əzizlərimizi düşmənin gülləsindən hifz-i məhmuz elə ginən. Pərverdigar vətənimizə xidmət edənləri müvəffəq-i mənsur elə ginən. Xəyanət edənləri Pərverdigar Peygamber Ali Peygamber'e xatir bizləri xəyanət əhlindən qərar vermə ginən. Allah'ım düşmənlərimizə fürsət vermə ginən. Dünya müsəlmanların üstündən yaman yel əstirmə ginən. Xeyrixah insanları, gözəl, ağıllı, dəyərli, müdrik insanları sizlərlə baxam Allah hamımızı müvəffəq və mənsur elə ginən. Zamana imamımızı səlamət və zuhurun təcil eylən. Təcil etkinən ağamızın duaların bizim haqqımızda özümü deyirəm, biz günahkarların da duasını ağamızın, höccətimizin haqqında və onun sayəsində bütün gözəl insanların haqqlarında qəbul-i müstəcab eyləginə. Əstəğfirullah li və ləkum və sallallahu ala Muhammedin və alihi tahirin. Sallallahu ala Muhammed və alihi Muhammed.